Salam, hoş gördük sizləri. Bu yaz ayında mənim sevdiyim fəsillərdən biridir yaz ayı. Yaz ayı ən gözəl tərəfi təbii dadlar, təravətli məhsullar və təbiətin bizə bəxş etdiyi nemətlərdir. Bu günlərim axşama fikirləşirdim ki, nə bişirəm. Qərara gəldim ki, düşəm mağazaya. Alışveriş eləyəm, gətirəm, bişirəm. Elə yaxınlığımızdakı bu Tələbəz mağazasına gəlmişdim. Təzə yarpaq, müvər yarpağım artıq satışda olduğunu gördüm. Elə mən də aldım ki, göyünü, göyərtisini aparım evdə yarpaq dolması bişirim. Hər dəfə yaz ayında mən yarpaq dolması bişirəndə yadıma nənəm düşür. Allah sağ qalan nənələrin canına sağlıq versin. Dünyasını dəyişənlərə isə rəhmət eləsin. Mənim nənəm rayonda öz həyətində illərin üzüm ağacı olan tənəkdən təzə körpə böhrələnmiş yarpaqları yığardı. Hətta həyətində əkdiyi o nanə, şüyüd, kəvər yığıb təzə kəsilmiş qoyun ətindən, quyruqdan, mal əti ilə qarışdırıb, çəkib bizə dolma bişirərdi. Nənəm o qədər səbirli qadın idi ki, xırda-xırda dolmalar bükərdi. Hətta kənar heç kimə də qoymazdı ki, kimsə dolmaya əl vursun, o ətə də əl vursun, yarpağa əl vurmasın, dolmanı bükməsin. Dolmanı çəkərdi və yanında da acı sarımsaq qatıq qoyardı ki, biz onun üstünə vuraq, yeyək. Çox tamlı idi. Yedikcə doymazdım. Artıq mənim dərsім hazırdır. Düzdür, mən bura qoyun əti, nə də quyruq vurmamışam. Sadəcə mal ətidir, yağdım. Göyərtidir, düyüsüdür. Vurdum, başlayıram bükəm. Düzdür, nənəmin o əl tamı, nənəm kimi o dolmanı tamlı edə bilməsəm də, amma mənim də dolmam çox tamlı olur, yumuşaq olur. Artıq mən dolmalarımı bükdüm. Dolmaları qoyuram bişməyə. Beləliklə sizinlə sağollaşıram. Hələlik. Göz haqqınızı halal eləyin. Kim də bişiribsə, həmişə nüvərlərdə. Allah hər kəsə olsun, versin, bişirsin, düşürsün. Gələn videoda görüşənə qədər hələlik.